10 mart Azərbaycan mədəniyyəti üçün çox əlamətdar bir gündür. 1873-cü ilin məhz bu günündə professional milli teatrın təməli qoyulub. Bu gün biz sizə Azərbaycan teatrının keçdiyi şərəfli yol haqqında 10 maraqlı fakt verəcəyik. Hər şey komediya ilə başladı. İlk tamaşa Mirzə Fətəli Axundzadənin Lənkəran xanının Vəziri komediyası olub. Tamaşa böyük ziyalı Həsən bəy Zərdabi və dramaturq Nəcəf bəy Vəzirovun təşkilatçılığı ilə həvəskarlar tərəfindən səhnələşdirilib. Bu cəsarətli addım bütün müsəlman şərqinin mədəniyyatını dəyişdi. Müsəlman şərqində ilk teatr. Azərbaycan teatrı regionda pioner oldu. O vaxta qədər İslam dünyasında teatr sənəti əsasən xalq oyunları, meydan tamaşaları və dini rituallar şəklində mövcud idi. Avropa tipli professional səhnə ilk dəfə məhz Bakıda yarandı. Qadın rollarında kişilər. İlk 10 illiklərdə dini və mental maneələr səbəbindən Azərbaycanlı qadınların səhnəyə çıxması qadağan idi. Buna görə də qadın rollarını kişilər ifa edirdi. Ən məşhur rol isə məlahətli səsi ilə Lili partiyasını oxuyan Əhməd Ağdamski idi. Dramdan doğan ilk opera 1908-ci ildə teatr ənənələri bazasında Şərqdə ilk opera olan Leyli və Məcnun yarandı. Bu, klassik Avropa operası ilə Azərbaycan muğamının unikal sintezi idi. Hacı Zeynalabdin Tağıyevin bəstəyi. Məşhur xeyriyyəçi Tağıyev 1883-cü ildə teatr üçün bina inşa etdirdi. Maraqlıdır ki, 20-ci əsrin əvvəllərində bina yananda o, teatrı həyat məktəbi hesab edərək öz vəsaiti ilə binanı tamamilə bərpa etdirmişdi. Səhnədə ilk qadın. Səhnəyə çıxmağa cürət edən ilk Azərbaycanlı qadın 1906-cı ildə Gövhər Qazıyeva olmuşdur. Lakin əsl inqilabı 1912-ci ildə Şövkət Məmmədova etdi. Deyilənə görə onun çıxışından sonra mühafizəkar kütlənin qəzəbindən qorunmaq üçün o, binanı arxa qapıdan tərk etməli olmuşdu. Azərbaycan dilində Hamlet. Azərbaycan teatrı hər zaman dünya klassikasına can atıb. Cəfər Cabbarlının Şekspirdən etdiyi tərcümələr kanonik hesab olunur. Böyük sənətkar Abbas Mirzə Şərifzadənin yaratdığı Hamlet obrazı dünya Şekspir şünaslığının qızıl fonduna daxil edilib. Müharibə illərində teatr, hətta 2-ci Dünya müharibəsi zamanı da Azərbaycan teatr truppaları işini dayandırmadı. Onlar cəbhə bölgələrinə gedir, hospitallarda çıxış edirdilər. Artistlər incəsənətin də döyüşçü ruhunu yüksəldən bir silah olduğuna inanırdılar. Memarlıq şah əsəri. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının hazırki binası memarlıq abidəsidir. Onun əzəmətli görünüşü teatrın akademik statusunu, yəni yüksək nailiyyətlərinə görə aldığı titulu vurğulayır. Xalq oyunlarından avanqarda. Teatrın kökləri Kosa-Kosa və Qodu-Qodu kimi qədim ayinlərə gedib çıxır. Bugünsə Azərbaycan teatrı klassik tamaşalarla yanaşı, müasir avanqard layihələrin də təqdim edildiyi milli koloritini qoruyan bir məkandır.